Meyxanaçı Rəşad Dağlının 2022-ci ildə törədilən qətl hadisəsi ilə bağlı istintaqa verdiyi ifadənin detalları məlum olub. Onun sözlərinə görə qonşusu İskəndər Mehdiyev onun barəsində nüfuzuna xələl gətirən məlumatlar yayacağını bildirərək pul tələb edib və bir müddət onu mesajlarla narahat edib. İskəndərgilin evinin önünə gələrək qapının ağzında onunla görüşdüm. İskəndər mənə dedi ki, cəza çəkmə müəssisəsində olarkən bir nəfər məhkum ona danışıb ki, güya mən seksual azlıq nümayəndəsiyəm və güya mənim belə hərəkətlərim barədə onun sübutları var. Həmin şəxs səndən pul tələb eləyir. Sən müəyyən qədər pul versən, onunla görüşüb bu məsələni bağlayaram. Dedim ki, həmin şəxs kimdirsə mənə desin, onunla görüşüm. Görüm mənim barəmdə bu söhbətin necə yayıb və nə sübutu var. Dedi ki, güya həmin şəxsin nömrəsi də onda yoxdur. Qonşuları vasitəsilə əlaqə saxlayır. Mən əmin oldum ki, əslində elə adam yoxdur. Bu sadəcə İskəndərin öz qurmasıdır. Bir kişi kimi qəbul edilməz ittihamlar olduğundan və cəmiyyət arasında tanınaraq nüfuza malik olduğundan bu məsələlər mənə pis təsir edirdi. Buna baxmayaraq mən ona heç bir zorakılıq etmədən aralaşıb getdim. Lakin İskəndər dəfələrlə zəng edərək məni narahat etməyə başladı. Noyabrın 8-dən 9-una keçən gecə Rəşad Dağlı növbəti dəfə Babək prospektində Şadlıq saraylarının birindən çıxarkən İskəndərə zəng edir və ona bu söz-söhbəti yığışdırmağı bildirir. Lakin buna baxmayaraq İskəndər yenidən Rəşadı təhdid edir. Nəticədə Rəşad məcburiyyət qarşısında qalıb İskəndərlə görüşməyə qərarına gəlir. Məni təhqir elədi. Mən də onun təhqirlərinə cavab olaraq onu təhqir elədim. Mənim təhqirimdən sonra əlində bıçağı mənə tuşlayıb məni vurmaq istədi. Bıçağı əlindən alıb onu vurdum. İskəndərin öldüyünü başa düşəndən sonra meyidini asfalt yolun kənarına atdım. Hadisənin şokundan ayılandan sonra avtomobilimi aparıb ata evimin önündə saxlayıb, daha sonra isə Yasamal rayon polis idarəsinə könüllü yaxınlaşaraq törətdiyim əməli etiraf elədim. Qeyd edək ki, hadisə 2022-ci il noyabrın 9-da baş verib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Dağlı qəsdən adam öldürmə və qanunsuz soyuq silah gəzdirmə ittihamları üzrə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.